Hər vaxtınız xeyir, dəyərli müəllimlər. 7-ci sinifin 10-cu mövzusu olan maşın və mexanizmlər haqqında məlumatdır dərsimiz. Artıq tərəqqinin inkişafı ilə, yəni texniki tərəqqinin inkişafında buxar maşını, elektrik generatoru, daxili yanma mühərriki, avtomobil, təyyarə, bu kimi televizor, radio, bu kimi böyük kəşflər mühüm rol oynamışdır və bunlar insan əməyidir. İnsanın əməyini, insanın belə deyək, əziyyətini biraz daha yüngülləşdirmək üçün kəşf olunmuş müəyyən mexanizmlər, müəyyən maşınlar və kəşflərdir. Və belə bir şey deyir ki, onların istifadə olunmasında, yəni kompüterdir, televiziyadır, avtomobildir, təyyarədir, yəni müxtəlif generatorlardır. Yəni bunların yaranmasında əsas məqsəd odur ki, insan əməyinin yüngülləşdirilməsidir. Əsas məqsədi insan əməyinin yüngülləşdirilməsidir. Bəs maşın nəyə deyilir? Maşın enerji, material, məmulatı çevirmək üçün mexaniki hərəkətləri yerinə yetirən texniki qurğudur. Maşın enerji, material və məlumatı çevirmək üçün mexaniki hərəkətləri yerinə yetirən bir texniki qurğudur. Yerinə yetirdiyi funksiyadan asılı olaraq maşınların aşağıdakı cədvəlləri göstərilmişdir. Deməli, müəllimlər, burada cədvəl olaraq verir iş maşınları və texnoloji maşınlar. İş maşınları və texnoloji maşınlara hansılar aiddir? Texnoloji maşınlar, nəqliyyat maşınları, nəql edici maşınlar və məişət maşınları. Amma energetik maşınları və məlumat maşınları və qurğular isə ayrı bir hissədir. Deməli, belə deyirik ki, maşınların 3 növü var. Hansı ki, iş maşınları və texnoloji maşınlar, energetik və məlumat maşınları. Amma iş maşınları və texnoloji maşınlar 4 hissəyə ayrılır. Texnoloji maşınlar, nəqliyyat maşınları, nəql edici maşınlar və məişət maşınları. Bir daha deyirəm, maşınlar 3 qrupa bölünür. İş maşınları və energetik məlumat maşınları. Amma iş maşınlar və texnoloji maşınlar özü isə 4 yerə bölünür. Texnoloji maşın, nəqliyyat, nəql edici və məişət maşınları. Burada hansı ki, texnoloji maşınları hansılardır? Daha doğrusu torna dəzgahı, burğu dəzgahı, sonra laqonda, ştamplama dəzgahı, yəni bunlar hər biri, yəni dəzgahların hər biri texnoloji maşınlar hesab olunur. Nəqliyyat maşınları sərnişinləri daşımaq üçün avtomobillər, təyyarələr, qatar, gəmilər, metro, bunlar nəqliyyat maşınlarıdır. Nəql edici maşınlar, baxın, yaxşı yadda saxlayın bu hissələri. Nəql edici maşınlar nasos, yük qaldırıcı kran, transportyor, sonra lift, ekskavator və bunlar isə nəql edici maşınlar hesab olunur. Bir digəri isə məişət maşınlarıdır. Məişət maşınları hansılardır? Məişətdə istifadə olunan əşyalar. Toz soran, paltar yuyan, qab yuyan, ət çəkən, şirə çəkən, kondisioner, bu kimi yəni tikiş maşını. Bunlar hər birisi bizim məişətdə istifadə etdiyimiz, yəni əşyalar isə məişət maşınları hesab olunur. Bəs energetik maşınlar, elektrik enerjisi generatoru, elektrik mühərriki, daxili yanma mühərriki və reaktiv mühərrik. Baxın, mühərrik sözlərini görəcəksinizsə, deməli bunlar energetik maşınlara aid hesab olunur. Məlumat maşınları və qurğular. Baxın, məlumatı daşıyan, dəyişən, çevirən, hansı ki, elektron hesablayıcı maşınlar. Televizor, radio, kompüter, notebook, maqnitofon, video kamera, rəqəmli fotoaparat, video qeydiyyatçı qurğusu. Baxın, bunlar hər biri isə məlumat maşınları və qurğularına aid olan belə deyək ki, məhsullardır. Sonra, indi burada iş maşınları, energetik maşınlar və məlumat maşınlarının tərifləri verilir. İş maşınları materialı dəyişdirir, yükləri və insanları daşıyır. Energetik maşınlar bir növ enerjini digərinə çevirən maşınlardır. Məlumat maşınları isə bir növ məlumatı digərinə çevirir və məlumatı toplamaq, emal etmək, saxlamaq və istifadə etmək üçün nəzərdə tutulmuşdur. Hansı ki, məsəl üçün, televizor nədir? Məlumat alırıq.
informasiya alırıq. Kompüterdə məlumat alırıq, məlumat ötürürük. Yəni informasiyanı almaq, qəbul etmək, ötürmək, çevirmək. Baxın, məlumat maşınları ilə adında da göründüyü kimi hər hansısa bir məlumatı çevirmək, onu yəni toplamaq, emal etmək, saxlamaq üçün istifadə olunur. İş maşınları materialları dəyişdirir, yükləri və insanları daşıyır. Çünki biz dedik ki, iş maşınları özdə necə idi? 4 hissəyə bölünmüşdü. Digər materialları dəyişir. Məsələn, torna dəzgahı hər hansısa bir materialın alınmasında istifadə olunur. Sonra yükləri daşıyır. Yükləri daşıyır hansı? Nəql edici maşınlar, nasoslar, yük qaldırıcı kranlar, liftdir, ekskavatordur, eskalatordur. Yəni bunlar görürsüz, iş maşınlarının ümumi tərifinə aiddir. Həmçində insanları daşıyır. İnsanları daşıyır deyəndə isə artıq burada da nəqliyyat maşınlarını nəzərdə tutur ki, hansı ki avtomobildir, təyyarədir, gəmidir, metrodur. Bunlar isə insanları daşıyandır. Energetik maşınlar isə bir növ enerjini digərinə çevirir. Yəni bir növ enerjini digərinə çevirən isə energetik maşınlar hesab olunur. Sonra İş maşınları 4 əsas hissədən ibarətdir. Deməli, iş maşınları neçə əsas hissədən ibarətdir? 4 əsas hissədən ibarətdir. Mühərrik, ötürücü mexanizmlər, işçi orqanlar və idarəetmə mexanizmindən ibarətdir. İndi gəlirik, mexanizm nədir? Mexanizm, maşının, cihazın, aparatın onları işə salan daxili qurğusudur. Mexanizm, yəni belə deyək də, maşının içərisində hər hansı bir maşınlar, onların içərisində onları hərəkətə salan, hərəkətə gətirən daxili bir qurğudur. Mexanizm. Maşında da ola bilər, cihazda, aparatda hər bir belə deyək, aparatın, mexanizm içərisində onu hərəkətə gətirən bir qurğusu var. O da mexanizm adlanır. Bəs idarəetmə mexanizmi nədir? Baxın, mexanizm fərqlidir, idarəetmə mexanizmi fərqlidir. İdarəetmə mexanizmi isə lazım olan texnoloji əməliyyatları yerinə yetirir. Lazım olan texnoloji əməliyyatları yerinə yetirir və hərəkəti pəstdaha və alətə ötürür. Hərəkəti pəstdaha və alətə ötürür. Burğu və torna dəzgahlarında idarə etmə orqan, patron və burğu qoşulmadıqda şpin deyilir. Burğu və torna dəzgahlarında idarə etmə orqanı hansıdır? Testlərə çox zaman düşür. Deyirik patron və burğu qoşulmadıqda şpin deyilir. Deməli, patron, əgər burğu qoşulmayıbsa, patrona burğu yoxdursa, bu zaman şpin deyil sayılır idarə etmə orqanı. Hansında? Burğu və torna dəzgahında. İndi biz bunları keçəcəyik dərslərimizdə, gələn dərslərimizdə. Burada bilirik ki, hansı ki bu drel olur, drelin patronu, şpin deyilir, burğusu olur. Patrondan əlavə şpin deyil və burğudur ki, burğu patrona birləşdirilir. Bu zaman deyir patron, idarəetmə orqanı patron. Əgər patronda burğu yoxdursa, yəni işlək orqan o deyilsə, yəni işlək isə idarə etmə orqanı, əgər burğusu yoxdursa, bu zaman şpindel hesabı olunur. Ümid edirəm ki, aydın oldu. Sonra yayma dəzgahında isə vallardır. Yayma dəzgahında idarəetmə orqanı isə vallardır. Sonra torna dəzgahında işçi orqan, kəsicisi olan patron qoyulmuş şpindeldir. Torna dəzgahında işçi orqan, patron qoyulmuş şpindeldir. Deməli, bunlar oldu hansı ki, idarə etmə orqanları. Burğu və torna dəzgahında hansı hissədir? Yayma dəzgahında nədir idarə etmə orqanları? Yəni, bunlar da yaxşı yadda saxlayaq. Sonra, burada müəllimlər şəkil 1-də hansı ki, dəzgahları göstərir, elektrik mühərrikini, yayma dəzgahlarını. Baxırıq, şəkil A-da torna dəzgahında şpindel. Şəkil A-da torna dəzgahında şpindel göstərir. Şəkil 1-də yayma dəzgahında valları göstərir. Daha doğrusu B-də, şəkildə yayma dəzgahında valları göstərir. C-də isə elektrik mühərrikidir. Daha sonra ötürücü mexanizmlərə baxın, mütləq yadda saxlayın.
qarşı ötürməsi, dişli ötürmə, zəncir ötürməsi, vintli ötürmə və dişli tamasalı ötürmə. Deməli, ötürücü mexanizmlər hansılardır? Qarşı ötürməsi, dişli ötürmə, şəkil 2-də. Zəncir ötürməsi, vintli ötürmə və dişli tamasalı ötürmə və hər birinin şəkillərini mütləq ki, yadda saxlayırıq. Sonra, bəs mühərrik nədir? Mühərrik hər hansı bir enerji növünü mexaniki işə çevirən qurğudur. Mühərrik hər hansı bir enerji növünü mexaniki işə çevirən qurğudur. Mühərrik yəni mexaniki bir işdir. Həmçinin elektrik enerjisini mexaniki enerjiyə çevirən mexanizmdir. Həmçinin elektrik enerjisini mexaniki enerjiyə çevirən mexanizmdir mühərrik. Ötürücü mexanizm hərəkəti elektrik mühərrikindən, ötürücü mexanizm hərəkəti elektrik mühərrikindən işləyən, yəni icra edən orqana ötürür. Qarşı ötürməsi ötürücü mexanizm kimi tikiş maşınında, burğu və torna dəzgahında istifadə olunur. Deməli, qarşı ötürməsindən harada istifadə edirik? Tikiş maşınında, burğu və torna dəzgahlarında qarşı ötürməsindən istifadə olunur. Baxın, qarşı ötürməsi budur. Qarşı ötürməsində tikiş maşınında, burğu dəzgahında və torna dəzgahında istifadə olunur. Hərəkətin ötürülməsi və ya onun xarakterinin dəyişdirilməsi üçün mexanizmlərdən istifadə olunur. Hərəkətin ötürülməsi və ya xarakterinin dəyişdirilməsi üçün hərəkətin ötürülməsi və dəyişdirilməsi mexanizmlərindən istifadə edilir. Baxın, adında da var. Hərəkətin ötürülməsi və dəyişdirilməsi üçün hərəkətin ötürülməsi və dəyişdirilməsi mexanizmindən istifadə edilir. Fırlanma hərəkətini nisbətən böyük məsafələrə ötürmək üçün nədən istifadə olunur? Fırlanma hərəkətini böyük məsafələrə ötürmək üçün üzərinə yastı qayış keçirilmiş iki qasnaqdan, yəni söhbət yenə şəkil A-dan gedir, hansı ki qarşı ötürməsindən ibarət qarşı ötürməsindən istifadə edirik. Deyir hərəkəti, yəni fırlanma hərəkətini nisbətən böyük məsafələrə ötürmək üçün üzərinə yastı qayış keçirilmiş, baxın yastı formada qayış keçirilib, keçirilmiş iki qasnaqdan, yəni bunlar qasnaqdır, iki qasnaqdan ibarət qayış ötürməsindən istifadə olunur. Qasnaq ötürücü qayışa hərəkət verən xüsusi çarxdır. Qasnaq nədir? Qasnaq ötürücü qayışa, yəni bu yastı deyirdi ya, yastı bir qayış keçirilib. Həmin qayışa hərəkət verən xüsusi çarxlar, qasnaqlar hesab olunur. Deməli, bunlar qasnaqdır və onlar da mənası isə hərəkət verən xüsusi bir çarx deməkdir. Şpindel nə idi müəllimlər? Şpindel poladdan hazırlanmış valdır. Sağ ucunda dəyişdirilə bilən patronların bərkidilməsi üçün xüsusi yivi var. Yəni, patronu bərkitmək üçün onun sağ ucunda dəyişdirilə bilən patronların bərkidilməsi üçün xüsusi yivi var. Bu adətən torna dəzgahında, burğu dəzgahında olur. Şpindel, patron və burğu. Patron özdə burğuya, belə deyək. Məsələn, burğudursa, onda daha doğrusu yəni, məsəl üçün direldirsə, direlin nəyi var? Direlin, yəni onu hərəkətə gətirən əsas işlək orqanları, işlək hissəsi hansıdır? Şpindeldir. Şpindelə quraşdırılır patron, patrona quraşdırılır burğu. Və burada da həmçinin deyir ki, yəni xüsusi bir hissəsi var ki, orada məsələn patronlar fərqli olur. Həmin patronlar dəyişdirilir, o yivə belə deyək ki, bağlanır. Bu da olur şpindel. Sonra istənilən maşında, həmçinin bəzi tərtibat və alətlərdə hərəkət bir detaldan başqasına ötürülür. Hərəkətin ötürülməsi və dəyişdirilməsi üçün ötürücü mexanizmlərdən istifadə olunur. Deməli, hərəkətin ötürülməsi və dəyişdirilməsi üçün nədən istifadə olunur? Ötürücü mexanizmlərdən istifadə olunur. Deməli, müəllimlər, daha sonra
Müxtəlif növdə hərəkətin ötürülməsi və dəyişdirilməsi üçün ötürücü mexanizmlərdən istifadə olunur. İndi onlardan bir neçəsinə nümunə gətiririk. Deyir ki, məsələn, əl və elektrik dirəklərində dişli ötürmə. Deməli, əl və elektrik dirəklərində dişli ötürmədən, velosipeddə zəncir ötürməsindən, dülgər, yəni xarat verstakının sıxaclarında və ətçəkən maşında vintli mexanizmdən, dəzgahlarda isə dişli tamaşalı ötürmədən istifadə olunur. Bir daha deyirəm, əl və elektrik dirəyində dişli ötürmə, velosipeddə zəncir ötürməsi, dülgər verstakının sıxaclarında və ətçəkən maşında vintli mexanizmdən, dəzgahlarda isə dişli tamaşalı ötürmədən istifadə olunur. Sonra, əgər qasnaqların diametri eyni deyilsə, onda hərəkətin ötürülməsi prosesində aparan qasnağın fırlanma tezliyi dəyişəcək. Əgər belə bir sual düşər ki, qasnağın diametri eyni deyilsə, bu zaman nə olur? Deyirik ki, hərəkətin ötürülməsi prosesində aparan qasnağın fırlanma tezliyi dəyişəcək. Bəs fırlanmanın çoxalmasını və azalmasını göstərən rəqəm ötürmə nisbəti adlanır. Deməli, fırlanmanın çoxalmasını və azalmasını göstərən rəqəm ötürmə nisbəti adlanır. Ötürmə nisbətinə nəyə görə? Çünki orada baxın 2 dediyimiz kimi 2 qayış var. Daha doğrusu 2 çarx var və burada bir sanki qayış var. Bu qayışdan hərəkət edir. Sanki burada dövr edir. Baxın, dövr edir. Qayışın ətrafından fırlanır. Dövr edir, yenidən qayıdır geri. Ona görə də ötürmə nisbəti. Yəni, hərəkət bu halqadan, bu qayışdan, daha doğrusu bu çarxdan digər çarxa ötürülür. Hərəkət yəni bir çarxdan, tutaq ki, 2 nöqtədədir. 2 nöqtədə çarx var. 2 nöqtədə çarx var. Və qayış bu çarxdan digər çarxa hərəkət edir. Bu çarxdan digər çarxa doğru hərəkət edir və ötürmə nisbəti alınır. Yəni, fırlanmanın çoxalması və azalmasını göstərən rəqəm, ona görə də ötürmə nisbəti adlanır. Aparılan qasnağın diametrini aparan qasnağın diametrinə nisbəti ötürmə ədədi adlanır. Bəs ötürmə ədədi nədir? Aparılan qasnağın diametrinin aparan qasnağın diametrinə nisbəti ötürmə ədədi adlanır və i hərfi ilə işarə edilir. Hesablama isə deyir aşağıdakı düstur ilə yerinə yetirilir. Yəni i bərabərdir m1 bölünsün n2, d2 bölünsün d1. Baxın, yəni bir-biri ilə mütənasiblik təşkil edir. İndi buna aid də məsələdə verib aşağıda baxaq. Deməli, deyir ki, bu məsələdir, yəni bu məsələyə aiddir. Burada deyir M1 aparan qasnağın dövrlər sayı. N2 aparılan qasnağın dövrlər sayı, yəni dövr dəqiqə. D2 aparılan qasnağın diametri, D1 isə aparan qasnağın diametri nə qədər olmalıdır? Deməli, daha doğrusu burada bizdə deyir ki, yəni M1 hansıdır? M1-dirsə M1. M1 nədir? M1 aparan qasnağın dövrlər sayıdır. M1, indi bu testlərdə bizə deməyəcək ki, məsəl üçün M1. Deyəcək ki, aparan qasnağın dövrlər sayı, məsəl üçün 30 dövr dəqiqədir. Məsələn deyirəm. Ona görə biz bilməliyik ki, M1 nə deməkdir? Bilirik ki, M1 artıq aparan qasnağın dövrlər sayıdır. N2 nədir? N2 aparılan qasnağın dövrlər sayıdır. Yəni, öndə gedən. Dediyimiz ki, bu halqadırsa. Baxın, bu halqaya bir dənə fikir verək. Sizə şəkildə göstərim. Baxın, böyükdən kiçiyə doğru gedir. Böyükdən kiçiyə doğru. Yəni, ötürmə sanki böyükdən kiçiyə doğru gedir. Ona görə deyir ki, aparan və aparılan iki hissədir.
Və burada da deyirik. N2 aparılan qasnağın dövrlər sayı. Deməli, enlər. Hansı ki, dövrlər sayıdır. Yəni, N1 və N2 dövrlər sayıdır. N1 aparandı, 1 aparandı, 2 aparılandı. Bəs D2 nədir? D2 aparılan qasnağın diametridir. Deməli, D2 aparılan qasnağın diametridir. İkincilər aparılandı. Baxın, N2-də də aparılandı. D1, D2-də də aparılandı. Yəni, aparan deyil. Deməli, D2 aparılan qasnağın diametridir. D-lər diametrdir. N-lər isə onun dövrlər sayıdır. Bəs D1 nədir? D1 isə aparan qasnağın diametridir. Aparan qasnağın diametridir. İndi məsələ verir. Deyir ki, məsələn, aparan qasnağın diametri. İndi burada bizə göstərir D1. Möhtərəzdə görürsünüz, D1-i veribdir. Amma sualda çox zaman ki, burada bizə deməyəcək D1-i tapın. Deyəcək ki, aparan qasnağın diametri, artıq biz bilməliyik ki, aparan qasnağın diametri D-dir. Aparan deyirsə, bu D1-dir. Yəni, D1 50-dir. D1 50-dir. Sonra dövr dəqiqə olarsa, sonra aparılan qasnağın dövrlər sayı. Baxın, aparılan qasnağın dövrlər sayı deyirsə, biz bilməliyik aparılan neçə idi? 2 idi. Və bizdən deyir ki, dövrlər sayı. Dövrlər sayı nə idi? N idi. Deməli, N2-ni soruşur bizdən. N2 100 dövr dəqiqə olarsa, aparan qasnağın dövrlər sayını aparan hansı idi? Aparan 1 idi. 1 idisə, burada da deyir, dövrlər sayı. Dövrlər sayı deyirsə, deməli, N1-i soruşur. N1 80 dövr dəqiqə olarsa, deməli, bizdən D2-ni soruşur. Yəni, aparılan qasnağın diametrini soruşur. Bu zamanda D2-ni tapırıqsa, D2 bərabərdir. Aşağı gəlir N2 vurulsun. Məxrəcdə gəlir N2 aşağı, N1 vurulsun D1. Nəyə görə? Çünki axı baxın, burada bayaq demişdim. Deməli, D2 bərabərdir N1 vurulsun D1 bölünsün N2 düsturu ilə hesablanacaq. D2-ni tapdığımıza görə D2 bərabərdir N1 vurulsun D1 bölünsün N2. Burada da 80 dövr dəqiqə vurduq 50 bölürük 100-ə bərabərdir 40 millimetr edir. Yəni, belə deyim ki, sizə müəllimlər, yəni D2-ni tapırıqsa konkret formada N2 məxrəcdə, M1 və D1 isə bir-birlərinə vurulan hissələr olur. Yox, əgər D1-i tapırıqsa, bu zaman artıq məxrəcdə, tutaq ki, burada D1-dirsə, D1-dir. D1-dirsə, M1 artıq avtomatik məxrəcə düşəcək və digər hissələr bir-birinə vurulacaq. Bilmədim sizə nə qədər izah edə bildim, yoxsa yox. Bir balaca da, belə deyim də, riyazi savad tələb edir ki, hesablaya bilək. Belə, əsas bizim burada biləcəyimiz aparan və aparılan qasnaqlardır, yəni N-lər, dövrlər sayı. Sonra, hansılar ki, bunun diametridir, aparan qasnağın diametri hansıdır, aparılan qasnağın diametri hansıdır, düsturdur. Düsturumuza baxırıq. N1 bölünsün E2, D2 bölünsün D1 və D2-ni verirsə göstərdiyi, yəni misal məsələ üzərindən hesablanır. Açıq formada verir. Əgər N1-i soruşsa, yenə də eyni formada, D1-i soruşsa, eyni formada, D2-ni soruşsa da eyni formada hesablanır.